bu hissə. Bütün məsələ bax bu qapıdır. Bu cür maşınlar əslində qalanda onsuz da ailə maşınları deyillər. Bir ildə 212 satırıq. Növbəti bir iraddan danışacağam, hansı ki mənim üçün çox böyük əhəmiyyəti yoxdur. Arxa qapının darlığı və keçidin darlığı. İndi burada bu videoda sizə mən göstərəcəm ki, mən ora necə keçirəm. Mənim boyum 1.76, çəkim 93 kilodur və siz orada görəcəksiniz ki, bu doğrudan da sizin üçün bir irad ola bilər, yoxsa ola bilməz və bunun əsasında bu avtomobili almaq fikrinə düşə bilərsiniz və yaxud da yayına bilərsiniz. Dostlar, dediyim kimi, baxın, bax bu hissə, bu hissənin darlığı çox adamda narahatçılıq eləyir, amma bu istəyə bağlı bir şeydir. Çox adam deyir, mən buradan keçə bilməyəcəm, eləyə bilməyəcəm. İndi mən elə belə bir dənə oturum, baxın görün ki, oturanda adam nətər oturur. Hoppa, rahat oturdum, gördünüz. İçəridə isə genişdir, görürsünüz, hara qədər getdim. Bütün məsələ bax bu qapıdır. Bu qapının darlığı çox adamda bir narahatçılıq yaradır. Amma içəridə heç bir problem yoxdur. Oturmuşam, ayağım heç qabaq stenkaya dəyib eləmir, hər şey qarasındadır. Amma yenə də bu cür oturuş, bura çıxış, bu dar yerdən keçiş bəzi əsasən yaşlı, ola bilər xanım olsun, ola bilər kişi olsun və yaxud da ki, cavan adamların da bəziləri bura girib otura bilməyə bilər. Yəni ki, bu insanın özünün vəziyyətindən asılıdır. Yəni bu cür maşınlar əslində qalanda onsuz da ailə maşınları deyillər. Əksəriyyət bunu alan adamlar bu ikinci maşındır. Yəni hər kəs bunun sürücü tərəfini sevir. Heç kəs düşünmür ki, bu bir ailə maşını olacaq və bunun arxasında xüsusilə ailə rahat düşüb minəcək. Əgər bu cür avtomobil istəyirsinizsə, onda off-road yox, SUV almalısınız ki, bu haqda da ayrıca video çəkmişəm. Orada baxa bilərsiniz, off-road və SUV fərqi.